O, həyatın ən sakit gücüdür. Bəzən bir ana kimi bizi qoruyan, bəzən bir övlad kimi ümid verən, bəzən bir bacı kimi yanımızda dayanan, bəzən bir dost kimi anlayan. O hər gün həyatın ritmi ilə addımlayır. Sevgi ilə, səbirlə, məsuliyyətlə. O eyni zamanda peşəkardır. Çalışır, yaradır, qərarlar verir, əhəmiyyətli işlər görür. Onun gücü təkcə gördüyü işlərdə deyil, insanlara verdiyi dəyərdə, ailəsinə, cəmiyyətə və gələcəyə qatdığı işıqda gizlidir. Ana da ola bilər, bacı da, dost da, həmkar da. Amma hər şeydən əvvəl o, ilham verən bir qadındır. 8 Mart Beynəlxalq Qadınlar Gününüz mübarək. Sizin gücünüz, zəkanız və mərhəmətiniz dünyanı daha gözəl edir.